videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq bu ilki Ramazan bayramı namazında iştirak etməyi konkret Az Teleqrafa istinadla xəbər verir ki, buna səbəb Paşazadənin səhhətində problemlərin yaranmasıdır. Hazırda YEM sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də dini lider bayram namazına qatıla bilməyib. Qeyd edək ki, bugün Azərbaycanda Ramazan bayramıdır. Bakının Əjdərbəy məscidində bayram namazı YEM sədrinin birinci müavini müftü Hacı Salman Musayevin imamlığı ilə qılınıb. Təzəpir məscidində isə bayram namazına adı çəkilən ibadət ocağının imamı Hacı Faiz Nağızadə rəhbərlik edib. Xatırladaq ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-sında Lənkəran rayonunun Cil kəndində doğulub. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.